Mən vaxtı düzgün bölə bilmirəm deyim, dərsləri çatdıra bilmirəm. Yəni disiplinli deyiləm də. Bəzi mövzularda hətta geridə qalmışam. Hə. Deməli, Bunu necə düzəldəcəm? vaxtı necə düzgün bölə bilərik, onun haqqında danışaq. İlk periodda bizim hələ imtahan, zaten bizim əlimizdə bilirəm ki, siz hamınız elə düşünürsünüz ki, ikinci şans imtahanınız da var, siz rahat-rahat hazırlaşa bilərsiniz. Belə düşünməyin. Çünki ikinci şans imtahanı həqiqətən də şans imtahanıdır, yəni. Ona görə o vaxta qədər əlinizdən nə gəlirsə eləyin, birinci imtahana qədər. Ondan sonraki bir ayda, ürəyi istəyən girər, istəməyən girməz. Bu şəkildə, yəni çox oxunmur zaten həmin bir ayda. Əgər sizin birinci imtahandakı nəticələriniz pis olmayıbsa. Ona görə də sizin mən sayıram 2 ayınız var təkcə. Hətta 2 aydan da biraz az müddəti var. Mayın son həftəsi olacaq 2-ci, 3-cü qrupların imtahanı, iyunun ilk həftəsi də 1-ci, 4-cü qrupların imtahanı. Vaxtımızı necə düzgün böləcəyik? Birincisi bizə nisbətən asan gələn və həqiqətən də özümüzdə o potensialı gördüyümüz fəndən başlayacağıq. Yəni ən çox vaxtı bu fənnə ayıracaq. Yəni necə bir fəndir bu? Məsəl üçün siz sınağa gedirsiniz, 150 baldan tutaq ki, 70 falan yığırsınız, amma bilirsiniz ki, oxusaz, bunu siz 150-sini də yığa bilərsiniz. Bax, o fənnə ən çox vaxt ayıracaqsınız. Sonra riyaziyyata gəldikdə, məsələn, bunu yenə riyaziyyatdan misal verəcəm sizə. Riyaziyyatda sizin diqqət etməli olduğunuz şey belə kör-körənə test işləmək deyil. Birinci nəzəriyyəsinə baxırsınız, işlədiyiniz hər şeyin ən birinci nəzəriyyəsini bilməlisiniz ki, daha sonra onun haqqında test işləyə biləsiniz. Nəzəriyyəni əzbərləmək yox. Nəzəriyyəni, bu fizikaya da aiddir, riyaziyyata da aiddir ki, nəzəriyyəni siz başa düşməlisiniz. O teoremlər bir vaxt var idi bizə, mənə məsəl üçün məktəbdə oxuduğum vaxtda, hələ hazırlaşmırdım universitetdə. Teoremlər mənə çox boş və mənasız gəlirdi. Amma ən böyük mənalı olan şey elə o teoremlərdir ki, siz onun əsasında başa düşürsünüz söhbət nədən gedir. Siz misalı işləyəndə əzbərləmirsiniz heç nəyi. Çünki bilirsiniz, burada niyə mənfi olacaq, niyə müsbət olacaq. Yəni, riyaziyyat kimi fənlərdə demirəm ki, gedin gündə 300 dənə test işləyin, yox, bu sizə heç bir fayda verməyəcək. Siz ən birinci işləməlisiniz nəzəriyyəni, nəzəriyyəni elə qəşəng bilməlisiniz ki, yəni yuxudan oyadıb, müəllimlərimiz deyir, yuxudan oyadıb vurma cədvəlini soruşsam bilməlisiniz. Nəzəriyyəni o cür öyrənməlisiniz. Sizdə heç bir sual qalmamalıdır ki, niyyətənliyin bu tərəfinə keçirdəndə mənfi ilə keçir, bu tərəfində müsbətlə qalır. Bu cür suallarımız yaranmamalıdır ki, onu işləyə biləsiniz. Yəni, test işləməkdən çox riyaziyyatı öyrənməlisiniz, nəzəri hissəsini. Coğrafiyanı necə eləyəcəksiniz? Coğrafiyanı yaxşı yaza bilməyimiz üçün sizin evinizdə, baxın, mən bunu özümdə tətbiq eləməmişdim və nəticəm